Salam Sportlar izləyiciləri. Bugün sizinlə birlikdə Azərbaycanın peşəkar MMA idmançısı Nəriman Abbazovun zanındayıq. İndi isə onların tələbələri ilə maraqlı sual-cavab edəcəyik. Hazırsınızsa başlayaq. İlk dəfə MMA-ya niyə başlamısan? Çempion olmaq üçün. İlk dəfə zala gələndə qorxmuşdun, yoxsa daha çox sevinmişdin? Qorxmuşdum deyəndə həyəcan var idi. Yəni məqsədlərin üstündə çalışmaq istəyirdik. Məşqçi Nəriman müəllim olanda daha çox sevinirsən, yoxsa biraz qorxursan? Mən birincisi Nəriman müəllimə öz hörmət edirik. Baxmayın, o boyda IMS Fightness çempionu, neçə dəfə çempion olub. Amma biz Nəriman müəllimə çox böyük hörmətimiz var və çalışırıq ki, heç bir sözündən çıxmayaq. Hər nə məşq versə də, hər nə desə də, çalışırıq ki, heç bir sözündən çıxmayaq. Və böyük hörmətimiz var. Uduzanda nə edirsən? Küsürsən, ağlayırsan, yoxsa olsun yenə çalışacağam deyirsən? Təbii ki, bir qədər adam üzülür, amma yenə çalışacağam. Evdə valideynlərin səyənə döyüşmə deyir, yoxsa məşqini yaxşı elə deyir? Məşqini yaxşı eləmək. Məşqini yaxşı eləmək, özünü müdafiə eləmək üçün. Məşqdən sonra ən çox nə yeməyi sevirsən? Məşqdən sonra ümumiyyətlə meyvə yeyirəm, yemək yemir. Səncə MMA uşaqlara nə öyrədir? Güclü olmağı, tərbiyəli olmağı, yoxsa dostluq etməyi? Dostluq etmək. Əgər indi ringə çıxsan, qorxarsan, yoxsa deyərsən ki, hazıram? Deyərəm hazıram. Bu idman növünə necə başladın? Bu idman əvvəlcədən güləşlə məşğul olmuşam. Sonra isə gəldim MMA-ya. Bu idman növünə davam etmək üçün sənə ən çox motivasiya edən nədir? Vuruşmaq da. Güləşmək, vuruşmaq. MMA-da ən çox hansı hərəkəti etməyi sevirsən? Mən daha çox stoykada işləməyə həvəskarıyım deyə ən çox əl-ayaq işləməyi xoşlayıram. Belə 2 dənə düz, bir dənə ayaq işləyirəm ən çox vaxt. Böyüyəndə hansı idman uğurunu qazanmaq istəyirsən? UFC kəmər. Məşqə gəlmək üçün səni motivasiya edən nədir? Yəni idman eləmək, həyatda qalib qazanmaq, uğur qazanmaq, yəni həyəcanlı olmaq. Səncə məşq yoldaşlarından ən məsuliyyətlisi kimdir? Ən məsuliyyətlisi Məhəmməddir. Vaxtında idmanına gəlir. Çöldə bayırda da sakit, tərbiyəli uşaqdır. Həmişə də burada idmanla emir vuruşur. Bəs ən tənbəli, məsuliyyətsiz kimdir? Mən. Sizin qəsəbədə belə bir zalın açılması səni necə bir motivasiya edər? Yaxşı oldu, həm yaxındır, həm də çox yaxşıdır bura gəlməyin. Həm məşq yoldaşlarım falan çox yaxşıdır. Hansı hərəkət ən çox səni yorur? Güləş. Güləşçi nə işləndə çox yoruluram. Çox yerə salırlar, qalxmaq olmur. Voleybolda o çox çətin güləşçi nə işləmək. Bu idman növündə səni ən çox motivasiya edən nədir? Qabağıma qoyduğum məqsədlər var və inşallah o məqsədlərə çatmaq üçün motivasiya ilə gedirəm hələ ki. İnşallah o məqsədlərimə çataram. Ən sevdiyin idmançı kimdir? Nəriman müəllim, Nəriman Abbazov. Bəs ona niyə oxşamaq istəyirsən? Çünki müəllimimiz hər yarışlarda qalib qazanır. Məşqçi Nəriman müəllimə buradan nə demək istəyirsən? Nəriman müəllim güclü döyüşçüdür, çempiondur. Fight Night'ın çempionudur. Onu demək istəyirəm. Nəriman müəllim məşqdə əsəbləşəndə qorxursan. Nəriman müəllim haqqında nə deyə bilərsən? Nəriman müəllim haqqında, Nəriman müəllim çox yaxşı müəllimdir. Yəni tələbələrlə yaxşı məşğul olur. Bəzi müəllimlər kimi deyil də, yəni zalda məsələn çox müəllimlər oturur, telefon olur, amma bizim müəllim elə deyil, çox yaxşı, qanadaqlı, mənfəətli müəllimdir. Müəllimin haqqında nə deyə bilərsən? Müəllimlərimin ikisindən də razıyam. Həm Nəriman müəllim olsun, həm də Anar müəllim olsun. İkisi də çox yaxşı müəllim, dostluğu da öyrədilər. Bir də vuruşmağı da öyrədirlər. MMA həm də onun üçündür ki, yəni ancaq dostluq olsun, belə mehribançılıq olsun. Müəllimin haqqında nə söyləyə bilərsən? Müəllim, mən fikirləşirəm ki, mənim müəllimim UFC döyüşçülərinə ən yaxşı biridir. Və o müəllim öz günahı var və mən müəllimi sevirəm. Nəriman müəllim haqqında nə deyə bilərsən? Nəriman müəllim haqqında, yəni çox yaxşı müəllimdir, yaxşı hazırlayır, özü də çempiondur. Onunla biz fəxr edirik.